Ukraynaya silah satan milyarder dünyanın ən zəngini oldu. Sərvəti gecədə 2 qat artdı. Çex iş adamı Mikhail Stirnat müdafiə sənayesi üzrə ən zəngin iş adamları siyahısına başçılıq edib. Onun sərvəti 36,9 milyard dollar səviyyəsinə yüksəlib. Gözaltı Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb. Stirnadın əsas aktivlərindən biri Çexoslovak Group Holdingidir. Bu şirkət Ukraynaya silah tədarük edən əsas təminatçılardan biridir. Agentliyin məlumatına görə, Stirnadın sərvəti faktiki olaraq bir gecədə şirkət səhim qiymətlərinin 28% artması nəticəsində 2 qat artıb. CSG-nin ilkin səhim buraxılışı zamanı şirkət təxminən 3,3 milyard avro vəsait cəlb edib. Bloomberg qeyd edir ki, holding Ukraynadakı müharibənin başlanmasından sonra hərbi xərclərin kəskin artımından ən çox faydalanan şirkətlərdən biri olub. 2024-cü ildə Çexoslovak Group Çexiyanın Ukrayna silahlı qüvvələri üçün sursat satın alma təşəbbüsündə əsas iştirakçılardan biri olub. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.